Esselamu Aleyküm. Bugün mən sizlərə Həzrəti Əli radiyallahu anhın Risale-i Nur əsərlərindən xəbər verməsindən bəhs etmək istəyirəm. Yəni də İmam Əli radiyallahu anh biz necə bir kəramətli biri olduğunu, necə gözəl bir insan olduğunu hər birimiz bilirik. İmam Əli radiyallahu anh Cəncəviyyət qəsidəsini əsasən qeybi xəbərlər əsasına yazmışdır. Yəni onun orada verdiyi məlumatlar hətta və hətta o əsərdən məlumat vermir. O həmin əsəri yazan insanın oradakı halından, əhvalından, necə vəziyyətdə o əsəri yazmasından xəbər verir. Bəs yaxşı, niyə görürsünüz Risale-i Nur əsərindən məlumat verilmişdir və qəsd edilir? Çünki Risale-i Nur əsəri çox mükəmməl bir əsərdir. Milyonlarca bəlkə insanın imanını xilas etmişdir, imanını möhkəmləndirmişdir, küfür zülmətindən qurtarmışdır, onları Allaha yaxınlaşdırıb qəlbləri Allaha bağlamışdır. Çox dəyərli bir əsərdir. Yəni insan oxuduqca huzur alan, Allaha bağlanan, dediyim kimi imanını artıran çox gözəl bir əsərdir. İndi gəlin sizlərə Həzrəti Əlinin Cəncəviyyət Risale-i Nur'da xəbər verdiyi, bəzi yəni gizli şəkildə xəbər verdiyi bəzi hissələrdən bəhs edeyim. Məsələn, ey Mevlam, Ayət-ül Kübra hörmətinə məni bütün sıxıntılardan qurtar. Ayət-ül Kübra da Risale-i Nur'un çox önəmli bir hissələrindən biridir. İkinci isə Asay-ı Musa ismi 2-yə, mənəvi qaranlıqlar onunla dağılar. Asay-ı Musa əsərdə bütün küfrə qarşı bir qoyulan, küfrün bütün zülmətini dağıdan çox möhtəşəm bir əsərdir. Bu əsər haqqında da yəni Həzrəti Əli radiyallahu anh məlumat vermişdir. Elə hərflər ki, Mars ulduzu kimi ucadır. Gözəl adların ilə məni sıxıntı və pərişaniyyətdən qorur. Baxın, burada sıxıntıdan, pərişanlıqdan qorur ha. Həmin o Said Nursi Həzrətləri bu əsəri yazarkən tam da sıxıntı və pərişanlıq halında olmuşdur. Və digər işarətlərdən biri də Sirlər xəzinəsi olan Bismillahirrahmanirrahim ilə başladığım ruhum onunla o xəzinəyi kəşf etdiyi bir hissə də keçir Cəncəviyyətdə. Bu da birinci söz olan Bismillah risaləsinə bağlıdır. Yəni onu işarət edən bir hissədir. Və biz bununla da Həzrəti Əli radiyallahu anh xəbər verməsindən də başa düşürük ki, necə də gözəl və dəyərli bir əsərdir. Yəni onun sevgisi olan, Risale'yə də sevgisi olar. Çalışın, araşdırın, oxuyun. Hətta oxumağınız üçün başa düşərək çox gözəl şəkildə oxumağınız üçün bir sıra saytlar, bir sıra proqramlar var. Bunlardan məncə ən gözəl də Risale saytıdır. Girə bilərsiniz. Çünki hər bir sözün ayrı-ayrı mənası, tərcüməsi, başa düşəcəyiniz sadə şəkildə var. İstəyən təbii ki, girib oxuya bilərlər.